Cümlələrlə bağlı ortaq fikri tələb edir. Mübtədanın ifadə vasitəsi xüsusi isimdir. Fikrət, Günəşin fikrini dağıtmaq üçün onu teatra apardı. Apardı kim? Fikrət. Evini görmək arzusu ilə yaşayan Əkrəm şəhərə endi. Bəli, bir doğrudur. Hər ikisində mübtəda xüsusi isimdir. Fe'li xəbərli nəqli cümlədir. Baxırıq, nəqli cümlədə hər ikisi və hər ikisində də xəbərlərimiz şüdü keçmiş zamanla ifadə olunub fe'li xəbərlidir. Deməli, iki doğrudur. Yer zərfi işlənib. Birinci cümləmizdə yer zərfi yoxdur. İkinci cümləmizdə də həmçinin yer zərfindən istifadə olunmuyub. Fe'li birləşmə zərfliyin ifadə vasitəsidir. Birincisində günəşin fikrini dağıtmaq üçün məqsəd zərfliyidir və məsdər tərkibidir. Bu doğrudur. Evini görmək arzusu ilə yaşayan Əkrəm şəhərə endi. Burada isə fe'li birləşməmiz təyin vəzifəsində işlənmişdir. Ona görə də 4 yanlışdır. İsmin müxtəlif hallarında olan sözlər işlənmişdir. Günəşin yiyəli hal, fikrini təsirli hal, teatra yönlü hal birinci cümləyə uyğun gəlir. Evini təsirli hal, arzusu adlı hal, şəhərə yönlü hal, Əkrəm adlı hal hər iki cümləyə uyğun gəldiyi üçün 5 də doğrudur. Cavabımız 1, 2, 5 olacaq.